Və məhəllədən çıxdım, biraz həyəcanlı. Yola çıxıram, görürəm ki, tüstü var, amma yenə özümü aldatmaq istəyirəm ki, ya o bizim tüstü deyil də, inanmıram o boyda tüstü bizdən olardı. O dərəcədə həyəcanlı demədi, ya da fikirləşirəm, bəlkə zarafat elədi mənə. Sonra görürəm, yoxdur, heç birinin mənə zarafatı yoxdur da, hamamına iş yerində idi. Özümü yenə də uşaq kimi aldatıram da, çalışıram ki, ola bilməz belə elə. Və o 5 dəqiqəlik məsafə mənə üçün bir ki, qurtarmırdı da, gəlib çata bilmirdim ora. Və o 5 dəqiqəlikdə mən da nələr fikirləşdim, nə qədər şey fikirləşdim. Və yanımdan mən gedə-gedə maşınlar keçirdi, yanğın söndürən maşınlar, siqnallarla 3 dənə keçdi. Gördüm ki, vəziyyət çox ciddidir. Və görürəm ki, artıq həmin yerə tüstü çıxır. Çata bildirəm və heç yavaş ayaqlarım donmaya başladı. İstəmədim, lap yaxına gedim, baxım. Yolun bu biz tərəfindən, üz-böz tərəfdə dayanmışam və müşahidə edirəm necə ürəklər, bizim loqomuz ürəklərdir də, Allah siz yazır, ürəklərin içində tüstü çıxır. Onu görürəm, baxıram və o baxdıqca da görürəm 4 il, 5 il hardan başlayıb, hara gəlmişik, pandemiya, müharibələr, altı bazarsız bağlanmaq vaxtları, sıfırdan qalxmalar və anında itir hamısı, külə dönür gözünün qabağında və sən heç eləyə bilmirsən. Baxırsan sadəcə qayadan müşahidə edirsən. Sonra yanğın söndürdülər qısa bir müddətdə, harası 15-20 dəqiqə ərzində söndürdülər. Birinci mərtəbə, ikinci mərtəbə, mətbəx, bar, ümumiyyətlə, hər bir şey. Bir var ki, sıfırdan obyekt götürəsiniz, onu remont eləmək daha rahatdır. Nəinki suyun içində, tüstünün içində, yanğın içində, onu sıfırdan da aşağıdadır, mənfidədir artıq. Çünki kafeyə qapını açdım, girdim kafeyə, gördüm dizə kimi sudur. O suyu oradan çıxartmaq, zizibili çıxartmaq, masaları çıxartmaq, mətbəxi, gül çiçəyi, nə qədər şey çıxartmaq özü bir əziyyətdir. Vaxt itkisidir. Heç belə baxdım sağa, sola. Bir gün bir ki, bıraxdım, bir gün getdim özüm, oturdum, sakit yerdə çay içdim və oturdum. Yəni, belə deyim, çox məyus olmaq da bir iş deyil də. Deyim, bu oldu, həyatda kişinin başına iş gələr, hər bir şey ola bilər. Əsas ölüm olmayıb. Ölməmisənsə, hər bir şey düzəltmək olar həyatda. Öldünsə, artıq heç düzəltmək olmur. Komandanı yığdım, sabah toplantı verdim. Targov yanında oturduq, müzakirələr elədik, danışdıq, plan qurduq, nə hardan necə başlayacaq, ustaları çağırdım, dizaynı çağırdım, bütün elektrik sistemi, santexni hamısını çağırdım ki, nə hardan necə olacaq, işə başladıq, plan quruldu, işə başladıq və